Şıxəli Qurbanov, son 2 rəqəm hekayə. Mən çox dəqiq adamam. Söz verdimmi, mütləq yerinə yetirərəm. Başımı verərəm, sözümü geri götürmərəm. Adam var ki, işdə dəqiq olar, həyatda yox. Adam da var ki, əksinə. Adam da var ki, nə işdə dəqiqdir, nə də həyatda. Beləsindən heç danışmağına dəyməz. Mən isə işdə də dəqiqəm, həyatda da. Düzdür, bu bir o qədər də asan deyil, amma nə etmək olar ki, mən sizin başınızı niyə ağrıdıram? Məni tanıyanlar bilir ki, mən necə oğlanam. Tanımayanlar isə buyursun, tanış olaq. Burada çətin nə var ki? Günlərin bir günü, deyəsən istirahət günüdür. Evdən çıxıb şəhər parkına daşındım. Saat 11 olardı. Bahar günəşinin isti şüaları üzümü elə oxşayırdı ki, sevincimdən uşaq kimi atılıb düşmək istəyirdim. Birdən çiynimə zərif bir əlin toxunduğunu hiss etdim, ayaq saxladım. Geri dönərkən heyrət içində donub qaldım, bu o idi. Belə bir görüş üçün mən dünyanın o başına gedərdim. Siz onu tanımırsınız, qabaqlar biz tez-tez görüşərdik. Sonra o Moskvaya getdi, 2 il olar ki, ancaq məktub vasitəsilə bir-birimizdən hal-əhval tuturuq. Mən onu sevmirəm, heç özüm də bilmirəm niyə. Amma başqası da sevə bilmirəm, çünki o var. Bu gün onunla görüşəcəyimi heç ağlıma belə gətirməzdim. Deməli, o gəlmişdir. Bahar günəşinin ilıq şüaları ilə birlikdə. Niyə dinmirsən, yoxsa məni gördüyünə peşmansan, deyə o gözlərini azca qıyıb gülümsədi. Yəqin gözləmirdin, tələsmirsən ki. Dövlət kitabxanasına gedirəm, hesabat vermək üçün 1-2 sənədə baxmalıyam. Orada çox mu qalacaqsan? Axşam saat 6-ya qədər. 6-da görüşək, mən gələrəm. Düz 6-da, bilirəm, sən çox dəqiqsən. O əlimi sıxıb troleybusun dayanacağına qaçdı. Birdən mən ona nə isə demək ehtiyacı duydum. Dalınca qaçmaq istədim, bacarmadım. Troleybus dayanacağında bir taksi dayandı. Onun nə vaxt maşına oturduğunu görmədim. Qəribədir ki, maşının nömrəsinin son 2 rəqəmi yadımda qaldı, 45. Saat 3 olardı ki, evə qayıtdım. Görüş vaxtına hələ düz 3 saat vardı. Nahar etdim. Adətən mənim nahara çox vaxtım gedər. Bu gün isə tərs kimi stolun arxasına oturmağımla durmağım bir oldu. Birdən bədənimdə bir yorğunluq hiss etdim. Birazca dincəlmək pis olmazdı. 3-4 gün olardı ki, çox pis yatırdım. Soyunmadan divanın üstünə uzandım. Nə vaxt yuxuya getdiyim yadıma gəlmir. Amma oyandığım xatirimdədir. Tez saata baxdım, 6-ya 10 dəqiqə qalırdı. Taksi tapa bilməsəm biabırçılıq olacaq, gecikəcəyəm. Bəlkə də başqa birisinə bu bir o qədər də təsir etməzdi. Amma mən dəqiqliyi çox sevirəm. Tələsik evdən çıxdım. Biz döngədə yaşayırıq, taksi oturmaq üçün xeyli yol getmək lazımdır. Amma xoşbəxtlikdən bu dəfə lazım olmadı. Yaşıl bir taksi döngənin əvvəlində göründü. Əlimi qaldırdım, saxladım, mindim. Dövlət kitabxanasına. Sürücü dönüb mənə baxdı, sonra heç bir söz demədən ayağını tormozdan götürüb qaza bastı. Maşın yerindən götürüldü. Birdən radio qəbul edicinin xırıltılı səsi eşidildi. Danışır Bakı, sabahınız xeyir olsun əziz dinləyicilər. Mən daha qulaq asmırdım, qəribədir. Nə bir şey görür, nə də bir şey eşidirdim. Elə bil yaddaşımı tamam itirmişdim. Heç nə yadımda deyildi. Dünən onun mindiyi taksinin nömrəsinin son 2 rəqəmindən başqa 45.